Biz amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə. Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirinin günümüzün reallığını tam əks etdirən bu bəndini səsləndirməklə sizi salamlayıram, hörmətli CBC Sport tamaşaçıları. Fevralın 6-sında Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə maçında dostluq, qardaşlıq oyununda Azərbaycan və Türkiyə çempionatlarının liderləri Qarabağ və Galatasaray komandaları üz-üzə gəlir və bəri başdan qeyd edək, bu oyun üçün satılan bütün biletlərdən əldə olunan gəlir isə zəlzələdən əziyyət çəkənlərə yönəldiləcək, hörmətli tamaşaçılar. Daha çox adət etdiyimiz bəzi oyuncuların bugün ehtiyat oyuncular skaynası olduğunu görüyor, amma təbii ki şansı yox. Heyətdə, start heyətdə meydana çıxanlar da var və beləcə görüş başladı. Qarabağ top itkisi və Oliveira topladı. Ötürmə cərmə meydana çıxsa qapıya zərbə. Qapçı Amir Ramazanov. Yaxın küncə endirilən bir zərbə var. Amir Ramazanov topun qapıdan keçməsə imkan vermir. Küncdən zərbə yerinə yetirir. Ötürmə gəlir qapı qarşısına. Geri qaydan top. Gomis zərbə hesab açılır. 4-cü dəqiqə Baftimi Gomis. 1-0. Galatasaray erkən qola sevinir. 4-cü dəqiqə Baftimi Gomis 2017-2018-ci illər bölgüsünü Türkiyə Süper Liqasının gol kontrolündən silkələdi. Zubir çərçiyə düşə bilmir. Burada deyəsin oyundan kənar vəziyyət də var idi. Bayraq havaya qalxmışdı. Yəni Qarabağ təbii ki daim gözümüzün önündə olan çıxışlar. Burada oyundan kənar vəziyyət yox idi. Hər halda görülən qədərilə. Cica geri. Zərbə lazımdır. Zərbə var. Qapçı Okan Koçuk. Qola imkan vermir. Qola yaxınlaşdı Qarabağ. Dubois. Baskı var ona qarşı, top ələ keçirdi, qayda pozisyondu və qola gedir Qarabağ və necə olacaq? Ötürmə, qapıya zərbə gol! Redon Cica! 19-cu dəqiqə! 1-1 olur hesab. Hər şey isə mərkəzdə o pressingdən, top almadan başladı. Hesab bərabərləşir. Müdafiə Xnaba burada. Dubois'dan topu aldı Zubir. Və əslində Zubir də burada xəstlik etmədi. Birbaşa qapıya zərbə. Okan Koçuk. Geriyenin zərbəsini dəf edir. Topu qapının üzərindən aşırır. Okan Koçuk. Hər zaman Türkiyənin yanındayıq. Ötürmə qapı qarşısına. Qapçı çıxardı. Geri qaydan top. Zərbə olacaqmı? Var zərbə. Qeyri-dəqiqdir. Galatasaray hücumda qapıya zərbə və Amir Ramazanov. Və oynadı Amin. Əla zərbə və əla bir seyv. İkinci hissə başladı. Qarabağda dəyişiklik yoxdur. İndi Zubir topladı. Zubir cərmə meydançasına daxil oldu. Zubir keçmək istəyirdi Dubois'u. Keçə bilmə, top onda da malə. Zubir zərbə. Təhlükəli amma top qapıdan keçmir. Gomis və Amir Ramazanov. Bu biz oyundan kənar vəziyyət də var idi burada, amma istənilən halda Amir Ramazanovun təbii ki bu seyfi qeyd olunmalıdır. Diakabi qapıya zərbə indirdi. Yenə qeyri-dəqiq. Gomis dayandı, ayaq saxladı, ötürməsi. Zərbə var və qapçı Amir Ramazanov. Matadan geriye Mitcho. İtirdi topu. Keita. Ondan ötürmə Zubir'e. Boşluğu var. Qapıya zərbə və top qapıdan keçmədi. Qeyri-dəqiq zərbə. Icardi, Yunus Akgün. Icardi topladı və hakim penalti deyir mi? Bəli, penalti deyir. Icardi'ye qarşı kobudluğa görə penalti təyin olunur Qarabağın qapısına.
Icardi istiqamətinə ötürmə və eğer yanılmıramsa Icardi'nin topa ilk dokunuşu idi. Yəni ilk dəfə olaraq belə topa getdi və bu da həmin o müdaxilə, qaydanı pozan Kevin Medina'dır. Baxırıq bir daha, ayağa müdaxilə görünür burada və penalti təyin olunur Qarabağın qapısına Mauro Icardi'ye qarşı kobudluğa görə. Fit verildi. Icardi ve gol! 87. dəqiqə Mauro Icardi, oyuna sonradan daxil olan Mauro Icardi hesabı değişir ve hem stadyonda bu musiqiyle